Salam əziz 5-cilər. Tarix fənnindən liseylərə imtahan verəcək uşaqlar, sizə hal-hazırda təqdim etdiyim Google formları işləməklə siz dərsi daha da yaxşı möhkəmləndirə bilərsiniz. Bu Google formları demək olar ki, YouTube-da hər mövzu izahının altında yerləşdirmişəm. Əgər siz hamısını birlikdə sistemli şəkildə işləmək istəyirsinizsə, DigiMektəb platformasından daxil olub işləyə bilərsiniz. Həm balları görəcəksiniz ekranda, həm düz cavablarınızı, həm də səhv cavablarınızı görəcəksiniz. Demək, başlayaq 10-cu mövzu ilə bağlı birinci sualın izahına. Atabəylər kimlər idi? Atabəylər Səlcuq şahzadələrinin müəllim və tərbiyəçiləri idilər. Atabəylər dövlətinin qurucusu olan bu şəxs Səlcuq şahzadəsi Arslan Şahın atabəyi olmuşdur. Təbii ki, söhbət Şəmsəddin Eldənizdən gedir. Üçüncü sual. Həm Sacoğulları, həm Atabəylər dövlətinin asla saldığı Azərbaycan dövləti təbii ki, Şirvanşahlar. Hansı ki, Şirvanşahlar dövləti 7 əsr mövcud olub və bu dövlət mütləq tabe edilməli idi ki, Azərbaycan vahid halda birləşsin. Dördüncü sual. Eldəniz hansı şəhəri özünə paytaxt seçmişdi? Təbii ki, Naxçıvan şəhərini. C variantı. Eldəniz dövlətin əsasını nə vaxt qoymuşdu? 1136-cı ildə. 6-cı sual. Səhv fikri seçin. Eldəniz Qıpçaq əsirli idi. Qul bazarından satın alınaraq saraya gətirilmişdi. Aranı Səlcuq sultanından hədiyyə almışdı. Amma o Gəncəni yox, Naxçıvanı özünə mərkəz seçmişdi. 7-ci sual. Şəmsəddin ləqəbi ona nə üçün verilmişdi? Şəms günəşdir, dinin günəşi. Ona ədalətli və uğurlu hökmdar olduğu üçün bu ləqəb verilmişdi. 8-ci sual. Eldəniz hansı ərazini ələ keçirərək Azərbaycan torpaqlarını birləşdirdi? Sonda Dərbəndi tutandan sonra. Hətta onun torpaqları Dərbənddən İran körfəzinə qədər əraziləri əhatə edirdi. 9-cu sual. Atabəyi olduğu şahzadə. O kimin atabəyi idi? Səlcuq şahzadəsi Arslan Şahın. Həmin Arslan Şah Səlcuq sultanlığında hakimiyyətə gələndən sonra atabəyin də vəzifəsi artdı, böyük atabəy adlanmağa başlandı. C variantı. Eldənizin hansı şairin dövründə yaşadığı məlumdur. Təbii ki, o dövrdə Nizami Gəncəvi yaşayırdı. Bu iki şəxsiyyət üçün ortaq cəhət sayıla bilməz. Hər ikisi Dərbəndi tutub, Şirvanşahları asılı hala salıb, Naxçıvanı paytaxt ediblər. Bu artıq səhvdir. Naxçıvanı Eldəniz paytaxt eləyib, Sacoğullarının paytaxtı isə Marağa və Ərdəbil şəhərləri olub. Eyni zamanda hər ikisi Azərbaycanı vahid dövlətdə birləşdiriblər. 12. Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkiroğlu idi, yəni xalq arasında deyildiyi kimi memar Əcəmi. 13-cü sual. Şəmsəddin Eldəniz sultanın bağışladığı xəzinə mallarını geri alaraq. Söhbət kimdən gedir? Arslan Şahdan. Arslan Şah əhval-ruhiyyəsi yüksək olanda istədiyi adamlara hədiyyələr bağışlayırdı. Eldəniz isə bu hədiyyələri geri almışdı və ona xəbərdarlıq etmişdi ki, xəzinəni boş yerə dağıtsan, sonradan əziyyətini xalq çəkər. D variantı. Eldəniz dövlətinin iqtisadiyyatı necə idi? Təbii ki, yüksəlmişdi, çünki siyasi sabitlik, elm, mədəniyyət, iqtisadiyyatın inkişafına səbəb olur. 15-ci sual. Eldənizin oğlanlarından biri Qızıl Arslan hansı titulu qəbul etmişdi? Təbii ki, sultan titulunu. Möminə Xatun türbəsi, Yusif İbn Küseyr türbəsi harada yerləşir? Təbii ki, Naxçıvanda. 17-ci sual. Eldənizin dövründə Azərbaycanda hansı dövlət mövcud idi? Təbii ki, Şirvanşahlar dövləti, 7 əsr mövcud olan. Yəni biz bunu belə deyirik də, paralel mövcud olan, eyni anda mövcud olan. 18-ci sual. Şəmsəddin sözünün mənası dinin günəşi deməkdir. 19. Eldənizlər dövləti neçə il əvvəl yaranmışdı? Bunun üçün 2025-ci ildən 1136 çıxmalıyıq. Cavab A variantı.
20-ci sual. Şəkildəki abidəni tapın. Yəqin ki, bu abidəni hamınız tanıyırsınız. Məhəmməd Cahan Pəhləvanın dövründə yekunlaşıb. Möminə xatun Eldənizin həyat yoldaşı olub. Bu abidə onun şərəfinə tikilib və şərqdə qadının şərəfinə tikilmiş nadir abidələrdən biridir. Söhbət Möminə xatun türbəsindən gedir. Uşaqlar, ümid edirəm ki, dərsi tam mənimsəməyinizə kömək oldu bu testlər. Amma çalışın ki, bu testləri özünüz işləyəsiniz ki, dərsi daha yaxşı mənimsəyə biləsiniz. Sizdən yenə də kiçik bir xahişim olacaq. Kanalı paylaşın. Daha böyük kütləyə çatmağımda mənə kömək olun. Abunə olun və daha sonra izləyin. Gələn görüşlərdə, gələn dərslərdə, gələn test izahlarında görüşənə qədər.